Həkimoğlum 10-cu sinifdə oxuyurdu. Mənə dedi ki, amma mənim dostum restoranda gedib pul qazanır, bəlkə məndə gedim axşamlar. Dedim, problem deyil, gedə bilərsən. Bu uşaq getdi, uşağı qəbul eləmədilər. Necə təsadüfən mən iş yerində olanda gördüm ki, indi getdim fitness zalıda, əvvəlcə orada toy olurdu. Baxdım ki, oranın dəvətnaməsi administrator idi. Administratora zəng elədim, xahiş etdim ki, bəs mənim oğlum da gəlsin. Dedi, problem deyil, gəlsin. Oğlum getdi, axşam gəldi, onu toydan gələndən sonra gözlədim. Baxdım və əllər suluğun içində, axşam da saat 1-də 2-nin yarısında gəldi evə. Dedim ki, oğlum, bəs nə qədər qazanır? Dedi ki, mama, mənə pul vermədilər, dedilər birinci gündür. Çıxartdım elə sumkadan ona, gecən nə qədərdir qiyməti? 12 manat. Dəl gedəcəksən? Dedi, yox. Mama, mən səhv eləmişim. Mütləq dərsdə başqa cür yanaşmalıyım. Administrator zəng elədim, dedim ki, mən sənə çox-çox təşəkkür edirəm. Dünən gələn uşağın anasıyam. Dedi,